Azur rezidensiya qalmaqal böyüməkdə davam edir. Məhkəmənin çıxardığı ziddiyyətli qərarlar sakinlərin həyatını təhlükəyə atır. Paytaxtın ən bahalı və nüfuzlu yaşayış komplekslərindən biri hesab olunan Azur rezidensiya sular durulmur. Kompleksdə artıq təkcə sadə idarəetmə narazılıqlarından deyil, məhkəmə qərarlarının nümayişkaranə şəkildə icra edilməməsi, sakinlərə məxsus mülkiyyətin qanunsuz mənimsənilməsi və məhkəmə tərəfindən çıxarılan ziddiyyətli qərarlar ucbatından yüzlərlə ailənin təhlükəsizliyinin risk altına düşməsindən bəhs edilir. Ali məhkəmənin qərarı var, amma icra olunmur. Kompleks sakinlərinin verdiyi məlumata görə Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvədə olan qərarlarına əsasən binanın idarəçiliyi qanuni şəkildə sakinlərin təsis etdiyi Xətai 48 mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə verilmişdi. Hətta Xətai rayon icra şöbəsinin böyük icra məmurunun rəsmi sənədlərinə görə binanın mərkəzi qazanxana kompleksi rəsmən icra yolu ilə bələdiyyəyə, oradansa rəsmi aktdan Xətai 48 MMMC-yə təhvil verilmişdi. Lakin binanın əvvəlki qanunsuz idarə edicisi, güvənli servis menecment MMC və mülkiyyətçi Babək Babayev məhkəmə qərarlarını heçə sayaraq binanın strateji idarəetmə sahələrini və mərkəzi mühəndis kommunikasiya sistemlərini əldə saxlamaq üçün qanunsuz müqavimət göstərirlər. Hüquqi anarxiya yaradan paralel qərarlar. Sakinlərin və hüquqşünasların bildirdiyinə görə qarşı tərəf məhkəmə sistemini qanunsuz şəkildə manipulyasiya edir. Belə ki, Xətai rayon məhkəməsi tərəfindən əvvəlcə güvənli servis şirkətinin xeyrinə binanın qazanxana və mühəndis sistemlərinin müdaxiləni təmin edən müvəqqəti təminat tədbiri qərardadı çıxarılmışdı. Qanuni idarə edici olan Xətai 48 MMMC dərhal həmin qanunsuz qərardaddan Bakı Apellyasiya Məhkəməsinə şikayət vermiş və mülki materialları yuxarı instansiyaya göndərilmişdi. Qanunvericiliyin fundamental prinsiplərinə görə qazanxana kompleksinin hüquqi taleyi yuxarı instansiyanın icraatında olduğu halda eyni predmet üzrə birinci instansiyada paralel qərarlar çıxarıla bilməz. Lakin borclu şirkətinə sinxron hərəkət edən mülkiyyətçi Babək Babayev eyni texniki obyekti bu səfər fərdi mülkiyyətçi adı altında yenidən eyni məhkəmənin önünə gətirmişdi. Məhkəmə isə predmetin tamamilə eyni olduğunu və ilkin qərarın artıq apellyasiya icraatında yerləşdirildiyini bildiyi halda qərəzli şəkildə dərhal Babək Babayevin də xeyrinə yeni bir paralel müvəqqəti təminat tədbiri çıxarmışdı. Bu addım hüquqi anarxiyaya yol açmış və sakinlərin kütləvi etirazına səbəb olmuşdu. Məsələ ilə bağlı Məhkəmə Hüquq Şurasında da rəsmi şikayətlər ünvanlanıb. Lazerli hovuz söküldü, ofis edildi. Fövqəladə Hallar Nazirliyinin qaydaları pozulur. Narazılıq doğuran ən dramatik məsələlərdən biri də kompleksin ümumi istifadədə olan sahələrində aparılan qanunsuz dəyişikliklərdir. Bir vaxtlar Azur rezidensin əsas rəmzi və üstünlüyü sayılan lazerli hovuz kompleksi və sakinlərin əyləncə zonaları sökülərək fərqli təyinatlara uyğunlaşdırılıb. Ofisin və qeyri-yaşayış sahəsi kimi satılıb və ya icarəyə verilib. Daha acınacaqlısı isə odur ki, məhkəmənin son qərarları ilə strateji əhəmiyyətli qazanxana, generator otağı və lift sistemlərinin açarları heç bir xidmət müqaviləsi olmayan, Fövqəladə Hallar Nazirliyinin xüsusi lisenziyasından keçməyən kənar şəxslərin ixtiyarına verilmək istənilir. Sakinlər bildirirlər ki, mərkəzi texniki otaqların açarlarının qeyri-peşəkar şəxslərə paylanması binada hər an kütləvi yanğın, partlayış və lift qəzaları riski yaradır. Eyni zamanda yüzlərlə insanın həyatını birbaşa təhlükəyə atır. Bundan əlavə, maliyyə şəffaflığı yoxdur, amma ödəniş tələb olunur. Kompleksdə illərdir yığılan milyonlarla manat xidmət haqlarının hara xərcləndiyi barədə sakinlərin mülkiyyətçi olaraq hesabat ala bilmədiyi qeyd olunur. Buna baxmayaraq binada davamlı olaraq istilik, isti-soyuq su və havalandırma sistemlərində ciddi texniki nasazlıqlar yaşanır. Qeyri-yaşayış sahələrinin sahibləri isə binanın vahid qazanxana sistemindən istifadə etsələr də xərclərə ortaq olmaqdan və Xətai 48 MMMC ilə rəsmi müqavilə bağlamaqdan imtina edirlər. Sakinlər və hüquqşünaslar hesab edirlər ki, bu məsələ artıq adi bir kommersiya mübahisəsi deyil, dövlətin adından çıxarılan ali məhkəmə qərarlarının icrasının məcburi olması və insan həyatının qorunması məsələsidir. Məsələnin ciddiliyi nəzərə alınaraq Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədova və digər aidiyyəti hüquq mühafizə orqanlarına, həmçinin Məhkəmə Hüquq Şurasına rəsmi sorğular və şikayətlər göndərilib. Redaksiyamız hər kəsin söz haqqını tanıyır və uzunu davam etdirəcəyik.